Salam uşaqlar. Deməli bugün biz bitkilərin generativ orqanları haqqında danışacağıq. Deməli çiçək. İlk öncə çiçəklər həmişə gözəlliyi və ətri ilə insanları cəlb etmişdir. İnsanlar min illər bundan qabaq bitkilərdən öz yaşayış məskənlərinin bəzədilməsi üçün istifadə etmişdir. Bizim dövrümüzə qədər çatan məlumatlara görə ilk dekorativ bitkilər qızılgül və şanagüllə olmuşdur. Saray və məbədlərin sütunları şanagüllə şəkli ilə bəzədilirdi. Deməli buranı da oxuyun. Yəni belə deyək də bu qrafikin içini boş keçməyin. Burada önəmlidir. Deməli ilk dekorativ bitkilər hansı olmuşdur? Qızılgül və şanagüllə olmuşdur. Fəaliyyət bölümünə də baxarsınız. Deməli, çiçəyin quruluşu bütün zoğlar kimi çiçək də tumurcuqdan inkişaf etmişdir. Bu cümləyə diqqətlə fikir verin. Deyir ki, bütün zoğlar kimi çiçək də tumurcuqdan inkişaf etmişdir. Buradan nə başa düşdük? Deməli, çiçək tumurcuqdan inkişaf edibsə, gövdə mənşəlidir. Ağa tumurcuq, yəni belə deyək də gövdə idi. Yəni gövdə mənşəlidir çiçək. Buradan belə bir nəticə çıxara bilərik ki, biz əsasən yəni generativ orqanlara çiçək, toxum, meyvəni aid edirik. Amma çiçək həmçinin gövdə mənşəli də ola bilər. Yəni belə deyək də vegetativ də ola bilər. Deməli, çiçəyin hissələri hansılardır? Çiçək saplağı, çiçək yatağı, kəsə yarpaqlar, ləçəklər, erkəkcik və dişicikdən təşkil olunmuşdur çiçək. Çiçək saplağı çiçəyi gövdəyə birləşdirir. Çiçək yatağı öz üzərində çiçəyin digər elementlərini daşıyır və bəzən onları qoruyur. Burada çiçək yatağı və çiçək saplağı gövdə mənşəlidir. Unutmayın, bu testlərdə düşür. Çiçək saplağı hansılar gövdə mənşəli, hansılar yarpaq mənşəlidir? Soruşa bilərsiniz. Çiçək saplağı ilə çiçək yatağı gövdə mənşəlidir, sanki gövdən şəkil dəyişməsidir. Amma digərləri yerdə qalan kəsə yarpaqlardır, ləçəklərdir, erkəkcikdir, dişicikdir. Bunlar belə deyək də deməli yarpaq mənşəlidirlər. Ondan sonra dedik ki, çiçəkdə olan yaşıl yarpaqçıqlar kəsə yarpaqlar adlanır. Kəsə yarpaqlar çiçək açılmazdan qabaq onu mühitin xarici təsirlərindən qoruyur. Həmçinin çiçəkdə müxtəlif rəngli yarpaqçıqlar da olur ki, bunlar ləçəklər adlanır. Yəni ancaq yaşıl olan yarpaqçıqlar kəsə yarpaqlar, müxtəlif rəngli yarpaqçıqlar da ləçəklərdir. Çiçəkli bitkilərdə olan bütün kəsə yarpaqlar, kəsacığı ləçəklər də çiçək tacını əmələ gətirir. Çiçək tacının vəzifəsi nələrdir? Çiçək tacı həm həşəratları cəlb edir, həm də dişiciklə erkəkciyi qoruyur. Kəsacıqla tac birlikdə də nəyi əmələ gətirir? Çiçək yanlığını əmələ gətirir. Ümumiyyətcə, belə deyək ki, çiçək nə zaman meydana gəlmişdir? Mezozoy erasının təbaşir dövründə meydana gəlmişdir. Çünki çiçək örtülü toxumlularda olur. Elə deyil, örtülü toxumlular da, yəni həmin o xronoloji cədvələ baxsaz, 10-cu sinifdə orada mezozoy erasının təbaşir dövrü örtülü toxumların meydana gəlməsi. Çiçək də örtülü toxumlara aid olduğuna görə, deməli çiçək də mezozoy erasının təbaşir dövründə meydana gəlmişdir. Çiçəyin əsas hissələrinə gəldikdə, çiçək daxilində erkəkciklə dişicik yerləşir. Bunlar ikisi onun əsas hissələridir. Hər bir erkəkcik nədən ibarətdir? Erkəkcik sapından və bir də tozluqdan təşkil olunmuşdur. Bir dəqiqə burada yazıb baxaq. Deməli bu həmin göstərilən hissə erkəkcik sapıdır, bu hissə. Bu hissə nədən ibarətdir? Tozluqdan ibarətdir. Tozluğun içərisində də xırda-xırda tozcuqlar yetişir. Dişicik nədən ibarətdir? Dişiciyə gəldikdə ağızcıq, bax bu hissə ağızcıqdır. Dişicik sütuncuğundan, bax bu hissə sütuncuqdur və tozluqların tutulmasında iştirak edir bu sütuncuq. Bir də dişiciyin aşağı hissəsində yumurtalıq yerləşir. Bax bu hissə yumurtalıqdır. Gördüyümüz kimi. Yumurtalığın da içərisində yumurtacıq yerləşir. Və qeyd edək ki, bunu yadınızda saxlayın. Əgər bitkidə nə qədər yumurtacıq varsa, o qədər toxum olacaq. Bir yumurtacıq varsa, bir toxum olacaq. Deməli, bu bitki bir toxumlu olacaq. Çoxlu yumurtacıq varsa, çoxlu da toxum olacaq. Deməli, bu bitki çox toxumlu olacaq. Məsələn, 5 dənə yumurtacıq varsa, 5 dənə toxum olacaq. Deməli, yəni 5 toxumlu bir bitki olacaqdır. Bəzi bitkilərdə deməli sütuncuq olmur. Sütuncuq olmayan əsasən taxıl bitkilərinə aiddir. Amma bir dənə qarğıdalı istisnadır ki, taxıl bitkisi olmasına baxmayaraq onda sütuncuq vardır və özü də yəni ən uzun sütuncuq qarğıdalı bitkisindədir. Hansı ki, o qarğıdalının saçaqları ki var, onlar onun əslində sütuncuqlarıdır və ondan necə deyərlər, dərman kimi də yəni qaynadırlar. Dərman məqsədi ilə də istifadə olunur. Sonra davam edək. Tam və qeyri-tam çiçəklər. Deməli, söyüd, görüş, qoz, qovaq, fındıq və bəzi başqa bitkilərdə çiçək yanlığı olmur. Belə çiçəklər qeyri-tam çiçəklər adlanır. Olanlar da əlbəttə ki, tam çiçəklərdir. Alman gilas, kələm qızılgül və sair başqa bitkilərdə də çiçək yanlığı həm ləçək, həm də kəsə yarpaqlardan təşkil olunmuşdur. Belə çiçəklər iki qat çiçək yanlığı. Amma əgər kəsə yarpağı və ləçəklər yoxdur, eyni cür yarpaqçıqlar varsa, bunlar da sadə çiçək yanlığı
yanlıqlı çiçəklər adlanacaqdır. Ondan sonra bir də bunu da qeyd edim ki, iki qat çiçək yanlıqlı çiçəklərdə çiçək neçə hissədən ibarətdir desə, iki qat çiçək yanlıqlarda 6 hissədən ibarətdir çiçək. Bunlar hansılardır? Elə çiçək yatağı, çiçək saplağı, erkəkcik, dişicik, kəsə yarpaqlar və ləçəklərdən təşkil olunmuşdur. Çünki biz dedik ki, çiçək yanlığı var. Çiçək yanlığını da kəsə yarpaqlar və ləçəklər bir yerdə əmələ gətirirdi. Deməli bunlar da var. Amma sadə çiçək yanlıqlı çiçəklər isə 5 hissədən ibarətdir. Çiçək saplağı, çiçək yatağı, yarpaqcıqlar, erkəkcik və dişicik. Yəni bunlarda necə deyirlər? Yəni eyni cür sadəcə yarpaqcıqlardan təşkil olunmuşdur da, yəni fərqli deyil. Yəni kəsə yarpaqlarına ləçəkləri yoxdur. Onları sadəcə eyni cür yarpaqcıqlar əvəz edir. Sonra bircinsli və ikicisli çiçəklər. Çiçəklər erkəkçik və dişiciyin olmasına görə bircinsli və ikicisli çiçəklərə bölünür. Burada şəkillərdən də görürük. Deməli, erkək çiçəklər sarımtıl rəngli çiçəklərdir, dişi çiçəklər isə yaşıl rəngli olan çiçəklərdir. Bunların rəngləri də soruşulur. Deməli, belə deyək ki, indi burada nə demək istəyir? Bircinsli nə deməkdir, ikicisli nə deməkdir? Əgər bir çiçək daxilində, bu sözlərə fikir verin. Çiçək daxilində mi deyir, bitki üzərində mi deyir? Çünki sonra yəni indi başa salacağım nəyə görə diqqət etmək lazımdır. Deməli, əgər bir çiçək daxilində həm erkəkcik, həm dişiciklər olarsa, bu ikicisli çiçəklər adlanır. Məsələn, alma, qızılgül, noxud ikicisli çiçəklərdir. Tutaq ki, bu bir bitkimizdir. Bunun üzərində nəsə bir çiçək var. Və əgər bu çiçəyin üzərində deyək, həm erkəkcik varsa, həm də dişicik varsa, belə işarə edeyim. Yəni bu iki cinslidir. Yəni bir çiçəyin içində iki cinsin ikisi də var deməkdir. Yox, əgər bir çiçək daxilində ya erkəkcik, ya dişiciyə rast gəlinirsə, bu artıq bircisi çiçəklərdir. Yəni bitki eynidir. Amma tutaq ki, belə deyim də, başqa bir bitki çəkim. Hərəsi bir dənə çiçəkdir. Burada tutaq ki, dişicik var, burada erkəkcik var. Artıq bir dənə, belə deyim də, yəni çiçək daxilində bir dənə cins var. Ona görə bircisi deyirlər. Bu çiçəkdə bir dənə dişicik oldu, bu çiçəkdə də bir dənə erkəkcik oldu. Yəni bir çiçəkdə cinsin yalnız biri oldu. Ona görə də bunlara bircisi çiçəklər deyirlər. Deməli, bəs yaxşı, bircisi çiçəklərin bitki üzərində yerləşməsinə görə bir evli və iki evli bitkilərə ayrılırlar. Bu nə deməkdir? Bu səfər bununla tanış olaq. Deməli, əgər erkək və dişi çiçəklər bir bitki üzərində yerləşirsə, gəlin baxaq görə burada nə demək istədim. Erkək çiçəklər, məsələn, bir dənə bitki çəkək. Belə məsələn çəkək. İndi bu erkək çiçək olsun, burada tutaq ki, dişi çiçək olsun. Erkək və dişi çiçəklər bir bitki üzərində yerləşirsə, bir dənə bitkidir, sadəcə çiçəkləri ayrıdır da, buna bir evli deyilir. Məsəl üçün, xiyar, qarğıdalı. Amma ayrı-ayrı bitkilərdə yerləşirsə, bu artıq iki evlidir. Yəni, tutaq ki, bir dənə bitkimiz bu olsun, bunun üzərindəki dişi çiçəklər olsun. Bir dənə də bitki buradan çəkək, bunun üzərindəki isə deməli olsun erkək çiçəklər. Artıq bunlar iki evli hesab edilir. Yəni evi də ayrıdır da. Yəni bir bitki üzərində, nəinki bir çiçək, heç bir bitkinin üzərində də deyirlər. Vapşı ayrıdılar da. Yəni bu şəkildə başa düşün. Aha, sonra davam edək dərslərimizə. Bunları silək, aydınlaşsın. Aha. Burada öyrəndiklərinizi tətbiq edin. Nə öyrəndiniz? Öyrəndiklərinizi yoxlayın. Mütləq şəkildə baxın. Yəni heç nə qaçırmayın da. Mütləq özünüz işləməlisiniz əgər imtahanda yüksək yığmaq istəyirsinizsə. Sonra gəldik burada çiçək qrupları. Çiçək qrupları, yəni bəzi çiçəklər tək-tək halında yerləşən çiçəklər də var. Qrup halında yerləşən çiçəklər də var. Çiçək nə üçün qrup halında yerləşsin? Yəni nə məqsədlə qrup halında yerləşsin? Çünki çiçəklər bəzən balaca olur, yaxşı yəni nəzərə çarpmır. Ona görə məcburdur ki, çiçəklər qrup halında yerləşib həşəratları cəzb eləsin. Deməli, gövdə üzərində dediyimiz kimi tək-tək və ya qrup halında yerləşdi. Həmin o qrup halında yerləşən çiçəklər çiçək qrupları adlanır. Çiçək qrupları sadə də ola bilər, mürəkkəb də ola bilər. Deməli, sadə çiçəklərə sadə çətir, yəni adından da olduğu kimi sadə çiçəklərə aid olan biri sadə çətir çiçək qrupudur. Sadə çətir çiçək qrupu deməli hansı formada olur? Ona nəzər yetirək. Çiçək formasını çəkək bu şəkildə. Deməli, o söz necə yazırsa onu məsələn anlamağa çalışın. Deyir ki, saplaqlı çiçəklər, deməli çiçəkləri saplaqlıymış. Bunu biz çəkəndə də görəcəyik. Qısalmış əsas oxda çətirin milləri kimi bir nöqtədə birləşir. Bu bir nöqtədir.
bir nöqtədə birləşir və uclarında da çiçəklər, yəni saplaqlı çiçəklərdir. Bu sadə çətir çiçək qrupudur. Hansı bitkilərdə aiddir? Alma, albalı, soğan, sarımsaq, gilas, novruz çiçəyi, digər adı da primula bitkilərində rast gəlinir. Mürəkkəb çətir isə sadə çətirlərin birləşməsindən yaranır. Mürəkkəb çətir. İndi mürəkkəb çətiri də çəkək. Deməli, bu şəkildə. Bunların uclarında sanki biri də olur. Yəni bu şəkildə bir neçə sadə çətir birləşir və mürəkkəb çətir əmələ gətirir. Bunlar da təbii ki də saplaqlı çiçəklərdir. Deməli, mürəkkəb çətir çiçək qrupuna da aid olanlar şüyüd, yer kökü, baldırğan, bir də cəfəri oldu. Sonra gəldik sadə salxım. Sadə salxım çiçək qrupu uzun əsas oxa malikdir. Bu ox üzərində saplaqlı çiçəklər növbə ilə düzülür. Deməli, burada nə demək istədi? Çiçəyin forması necə olacaq? Əslində, yəni aşağı tərəflərdə onun şəkillər də var. Sadəcə mən indidən çəkeyim. Deməli, burada dedi ki, əsas uzun ox çəkək. Əsas oxa malik olur. Bu ox üzərində saplaqlı çiçəklər növbə ilə düzülür. Bax, saplaqlı növbəli şəkildə. Bu bundan biraz yuxarıda yerləşəcək. Bu bundan biraz yuxarıda yerləşəcək. Bu sadə salxım çiçək qrupudur. Üskük otunda, at şabaldında, qarağatda, meşə gilasında, turp, şalğam, kuşəpəy bitkilərində bu çiçək qrupuna malikdir. Ondan sonra mürəkkəb salxım çiçək qrupuna baxaq. Bu da təbii ki də sadə salxımların birləşməsindən yaranır. Üzüm və yasəməndə rast gəlinən çiçək qrupuna daxildir bu da. Burada da həmin çiçək qruplarının şəkilləri göstərilib. Çiçək qrupunun şəklini əlbəttə ki, yəni belə deyək də quruluşunu mütləq çəkmək bilməlisiniz və ya göz yaddaşı ilə yadda saxlamalısınız. Sözsüz ki, düşür bu çiçək qrupları. Deməli, sadə salxımı çəkmişdim. Burada da mürəkkəb salxımı görürük ki, bir neçə sadə salxımın birləşməsindən yaranan çiçək qrupudur və saplaqlı çiçəklərdir. Yəni burada sadə çətir də saplaqlıdır, mürəkkəb çətir də saplaqlıdır, sadə salxım da saplaqlıdır, mürəkkəb salxım da, süpürgə çiçək qrupu da saplaqlıdır. İndi süpürgə haqqında danışaq. Bu da gördüyümüz kimi, yəni bunlar arasında bir oxşarlıq var. Amma bu çiçək qrupu nə ilə fərqlənir mürəkkəb salxımdan? Burada çiçək sayı daha çox olur. Yəni süpürgədə əslində çiçək sayı daha çoxdur. Belə çiçək qrupuna yəni darıdır, çəltikdir, vələmirdir. Bir də qarğıdalının erkək çiçək qrupu. Bu çox önəmlidir. Buna baxıb məsələlər, yəni ki, tapşırıqlar salırlar. Deyir ki, qarğıdalının erkək çiçək qrupunda rast gəlinir. Süpürgə çiçək qrupunun buradan belə başa düşürük ki, qarğıdalının süpürgə çiçək qrupunda mayalama prosesi getmir. Çünki mayalama dişi çiçəklərdə gedir. Amma qarğıdalının erkək çiçəkləri süpürgədir. Deməli, getməyəcək. Amma digərlərində darıdır, çəltikdir, vələmirdir. Bu çiçəklərdə mayalama prosesi gedəcəkdir. Sonra sadə sümbül çiçək qrupu. Sadə sümbül çiçək qrupunda uzanmış əsas ox üzərində saplaqsız oturaq çiçəklər düzülür. Həqiqətən də burada görürük ki, saplaqları yoxdur. Birbaşa yapışıbdır. Yəni oxlar yoxdur da. Yəni birbaşa əsas oxa yapışıbdır. Bu da sadə sümbüldür. Belə çiçək qrupu da bağ yarpağında rast gəlinir. Ondan sonra mürəkkəb sümbül çiçək qrupu. Deməli, mürəkkəb sümbül də bir neçə sadə sümbüldən təşkil olunmuşdur. Buğda, arpa, çovdar bitkilərində rast gəlinir və mürəkkəb sümbül çiçək qrupu da gördüyümüz kimi, baxın, burada da saplaqsız çiçəklərdir. Bunu qarışdırmayın. Bax, burada belə oxlar verilib ha. Bu əslində onların oxa malik olduğunu göstərmir. Bunlar elə əsas oxun bir hissəsidir. Siz bu yumru qırmızı hissələrin yapışdığı yerə baxın. Promoy belə oxun üstünə yapışıbdır. Yəni ona görə də saplaqsızdır. Yəni bununla qarışdırmayın. Elə bilməyin ki, bu çiçəklərin saplağıdır. Yəni saplağı deyil. Sadəcə olaraq, yəni siz bu, yəni qırmızılara, yumru qırmızılara fikir verin. Yəni əgər bu belə yapışsaydı, o zaman saplaqlı deyə bilərdiniz. Amma belə yapışmır deyə, məsələn, mürəkkəb salxımda süpürgədə, amma bu birbaşa yapışıb deyə, burada necə deyərlər, saplaqsız çiçəklərdir. Sonra başçıq çiçək qrupunu görürük burada. Başçıq çiçək qrupu da əsas oxu dəyirmiləşmiş vəziyyətdə olur və ətləşmiş olur. Onun üzərində əksərən saplaqsız çiçəklər görürük ki, yenə də yəni dairədir, saplaqsız şəkildə düzülübdür. Məsələn, üçərpaq və qırmızıbaş yoncanın çiçəkləri buna misal ola bilər. Səbət çiçək qrupunda da çoxsaylı saplaqsız çiçəklər qalınlaşmış və genişlənmiş əsas ox üzərində düzülür. Xaricdən sarğı adanan yaşıl yarpaqcıqlarla mühafizə olunmuşdur. Belə çiçək qrupuna da əsasən mürəkkəb çiçəklər fəsiləsindən olan bitkilər
aiddir. Astradır, zəncirotudur, günəbaxan, göyçiçək, eşəkqan qalınında rast gəlinir. Sonra qalxan çiçək qrupu. Armud, yemişan, qeyri-bərabər saplaqlı çiçəklər əsas ox üzərində bərabər səviyyədə qalxan şəklində. Baxın, həqiqətən saplaqlı çiçəklərdir, əsas ox üzərində düzülübdür, amma bərabər səviyyədə. Yəni belə fikir versəz, hamısı bir cərgədə düzülübdür. Bunlar aiddir. Bəs yaxşı, çiçək qruplarının əhəmiyyəti nə idi? Biz bunu az öncə də, yəni dərsin başında qeyd etdik ki, bioloji əhəmiyyətləri var ki, çarpaz tozlanmasını asanlaşdırır, yəni həşəratlar tərəfindən daha rahat cəzb olunur. Yəni bir var bir dənə çiçək olsun, bir var yüzlərlə çiçək olsun, o tez görünür də, çoxda axı çiçək sayı. Ondan sonra, məsələn, günəbaxan, yasəmən, hiyansit kimi bitkilərdə çoxlu xırda çiçəklərin qrup halında toplanması, bəli, uzaqdan iri çiçək kimi nəzərə çarpmasına şərait yaradır. Belə çiçəkləri tozlandırıcı həşəratlar daha tez görə bilirlər. Bir də deyəsən, burada qıçanı biz buraxdıq. Deməli, qıça sümbüldən əsas oxun ətləşməsi ilə fərqlənir. Qarğıdalının dişi çiçəklər qrupu artıq qıçadır. Baxın, bayaq burada fikir verdisə əgər ki, biz dedik ki, süpürgə çiçək qrupu qarğıdalının erkək çiçəkləridir, amma qıça çiçək qrupu isə qarğıdalının dişi çiçəkləridir. Deməli, mayalanma prosesi qarğıdalının qıça çiçək qrupunda gedir. Çünki dişi çiçəklərdir onlar. Erkəkdə gedə bilməz ki. Yəni, bu şəkildə ayrı-ayrı yerləşir. Bir də belə bir sual verirlər ki, sizə hansı çiçək qrupları sadədir? Belə, məsəl üçün, sadə çətir, yəni deyə bilərsiniz ki, ay bu çox asandır da, yəni adında sadə olanlar sadədir. Amma hamısının adında yəni sadə yoxdur. Axı, məsələn, başcıq, qalxan, qıça, sən hardan bilə bilərsən ki, bu sadədir, yoxsa mürəkkəbdir? Ona görə də belə yadınızda saxlayın ki, yəni belə deyək də əzbər. Yəni bilin ki, sadə olanlar, adında sadə olanları onsuz da bilirsiniz. Məsələn, sadə salxımdır, sadə çətirdir. Bunlar zaten sadədir. Əlavə olaraq da səbət də sadədir, başcıq da sadədir, qalxan da sadədir. Bunlar üçü də sadədir. Mürəkkəb olanlar mürəkkəb salxımdır, mürəkkəb çətirdir. Bir də qıça. Qıça mürəkkəbdir, sadə deyil. Bu testlərə düşür, qeyd edin, yadınızda saxlayın. Aha, burada tapşırıqlara da baxarsınız mütləq. Burada bəziləri, deməli, baxarsınız. Ondan sonra toxumun quruluşu. Deməli, toxum haqqında danışaq. Burada fəaliyyət bölümü bir də yuxarıda olan hissəni özünüz oxuyarsınız. Toxum deməli nədən ibarətdir? Qabıqdan, endospermdən və rüşeymdən ibarətdir. Toxum qabığı toxumu xarici təsirlərdən qoruyur və mütləq lazımdır toxum qabığı. Yəni, testə düşə bilər ki, toxum üçün hansı hissə vacib deyil? Endosperm vacib deyil. Çünki iki ləpəllərin əksəriyyətində endosperm yoxdur. Çünki, bəs yaxşı, biz bilirik ki, endosperm ehtiyat qida maddəsi toplayır da. Əgər bəzi bitkilər niyə lazım deyil? Bu həmişə niyə vacib deyil? Çünki bitki fotosintez edərək də özünə ehtiyat qida maddəsi toplaya bilər də. Elə deyil. Ona görə də endosperm vacib olmaya da bilər. Amma sual oluna bilər ki, hansı hissələr, yəni belə deyək də, vacibdir? Toxum qabığı, bir də rüşeym mütləq, yəni vacib olan hissələrdir. Deməli, endospermdə elə xüsusi hüceyrələr qrupu olub özündə ehtiyat qida maddələri toplayır, toxumun rüşeymi qidalandırmağa xidmət edir. Rüşeym də gələcək bitkinin ilk mərhələsidir. Sual oluna bilər, gələcək bitkinin ilk mərhələsi nədir? Rüşeymdir. Rüşeym nədən ibarətdir? Baxaq. Deməli, rüşeym kökcüyündən, bax bu hissədə göstərək, bunların yerlərini də yadınızda saxlayın, düşür. Aşağı hissə rüşeym kökcüyü, orta hissə rüşeym gövdəci, yuxarı hissədə rüşeym tumurcuğudur. Əgər yerlərini yadınızda saxlamaqda çətinlik çəkirsinizsə, yəni məntiqlə düşünün ki, aşağı hissə kökdür da, elə deyilmi? Məsələn, normalda bitkilərdə aşağı hissə kök olur da, ona görə aşağı hissə rüşeym kökcüyü, orta hissə normalda bitkidə gövdə olur da, elə deyilmi? Ona görə bura rüşeym gövdəci, gövdən yuxarısında da tumurcuqlar yerləşir. Ona görə də yuxarı hissədə rüşeym tumurcuğu adlanacaqdır. İndi bunlar rüşeymin hissələridir. Bir də ləpə yarpağı, yəni rüşeymin hansı hissələri var? Rüşeym tumurcuğu, rüşeym gövdəci, rüşeym kökcüyü və ləpə yarpaqlar rüşeymin hissələridir. Deməli, indi baxaq. Rüşeym kökcüyündən nə inkişaf edir? Adından da bəlli olduğu kimi rüşeym kökcüyündən bitkinin əsas kökü inkişaf edəcək. Rüşeym gövdəciyi bəs nə hansı funksiyasını yerinə yetirir? Üzərində rüşeymin digər hissələri yerləşir. Yəni gövdədir da, bitkinin digər hissələrini özündə birləşdirəcəkdir. Bəzi bitkilərdə yaxşı inkişaf etdiyi üçün həmin bu rüşeym gövdəci, məsəl üçün lobiya. Lobiyada o qədər yaxşı inkişaf edib ki, ləpə yarpaqları torpaqdan kənara çıxa bilir. Yəni gövdədir da, elə yaxşı yuxarı çıxıbdır. Ona görə də ləpə yarpaqları
yarpaqları torpaqdan kənara çıxa bilirmi lobiyada? Rüşeym tumurcuğu isə bitkinin əsas gövdəsi, yəni tumurcuqdan təbii ki də gövdə inkişaf edir də. Ləpə yarpaqları da bitki rüşeyminin ilk yarpaqları hesab edilir. Mütləq yəni buradakı şəklə baxmağınız vacibdir, yerlərini bilmək də vacibdir. Aha, indi isə birləpəli və ikiləpəli bitkilər haqqında danışaq. Çiçəkli bitkilərin rüşeymində adətən bir və ya iki ləpə yarpağı olur. Ya bir olur, ya da iki ləpə yarpağı olur. Rüşeymində bir ləpə yarpağı olan bitkilər birləpəllər, təbii iki dənə olanda ikiləpəllər adlanacaqdır. Deməli, ikiləpəli bitkilərdə bir də onu da qeyd edim ki, bu toxum Paleozoy erasının Devon dövründə yaranmışdır. Toxumlu qıcılarda yaranmışdır. Toxumlu qıcılar qıcı deyil. Bunlar ən qədim çılpaq toxumlardır. Yəni adında qıcı sözü olsa da bunu çaşdırmaq məqsədi ilə də verirlər. Toxumlu qıcı deyil. Çılpaq toxumludur. Sadəcə olaraq ən qədim çılpaq toxumludur. Bunlar da yaranmışdır. Deməli, İkiləpəli bitkilərin və birləpəli bitkilərin hər birinin özlərinin səciyyəvi xüsusiyyətləri vardır. Məsələn, ikiləpəli bitkilər, bunların toxumunda ehtiyat qida maddələri toxumun rüşeymində toplanır. Lobiya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabani ağturp və quşəpəy bitkilərində isə tumurcuqdan savayı rüşeymin hər yerində toplanır. Yəni, sizə sual oluna bilər ki, rüşeymin hər yerində ehtiyat qida maddəsi toplanarmı? Xeyr. Çünki tumurcuqda toplanmır heç vaxt ehtiyat qida maddəsi. Çünki tumurcuq onu sərf edir, özü istifadə edir. Böyüyən zaman ona lazımdır. Ona görə də orada toplanmır. Deməli, ikiləpəli bitkilərdə rüşeymdə toplanır, endospermdə toplanmır ehtiyat qida maddələri. Amma istisnalar vardır ki, hansı ki qaymaq çiçəyi və üçrəng bənövşə bitkiləri ikiləpəli olmasına baxmayaraq, onlarda həm rüşeymdə toplanır, həm də endospermdə də toplanır. Normalda ikiləpəlilərdə endospermdə toplanmalı deyildi, amma bunlar istisnalıq təşkil edir. Onların rüşeymləri endospermlə əhatə olunur. Birləpəli və ikiləpəli bitkilərin səciyyəvi xüsusiyyətlərini də deyək. Əsasən mil kök sisteminə malik olurlar. Torvarı damarlamağa malik olurlar. Yəni bunların səciyyəvi xüsusiyyətləridir. Ondan sonra indi birləpəli bitkilər haqqında. Birləpəlilər də buğdadır, çovdardır, soğandır, zambaqdır. Yəni taxıllar fəsiləsi, zambaqlar fəsiləsinin nümayəndələri, yəni bu bitkilərə aiddir. Bunların rüşeymində ehtiyat qida maddəsi olunur bu səfər. Yəni bunlar ikiləpəllərin əksidir. Bunların rüşeymində olmur, endospermdə olur. Ehtiyat qida maddəsi toxumun yalnız endospermində toplanır. Toxum cücərərkən endospermdə olan ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Bax, orada nə demək istəyir? Burada mütləq bu buğdanın dən meyvəsinin quruluşuna nəzər yetirək, qırmızı rənglə. Deməli, bu nədir? Buğdadır. Buğda nədir? Birləpəlidir. Bu hissə endospermdir. Toxum cücərərkən burada olan qida maddələri ləpə yarpağı vasitəsilə bu hissə vasitəsilə de. Burada bunu yəni böyüdüb göstərib. Bu hissə vasitəsilə gəlir rüşeymə daxil olur. Rüşeymə daxil olur. Və necə deyirlər, kənardan bir tərəfindən, yəni ləpə yarpağına birləşib də o endosperm bir tərəfdən onu əhatə eləyir. Ondan sonra davam eləyək. Aha. Belə, yəni burada da hissələrə mütləq, yerlərinə mütləq fikir verərsiniz. Ləpə yarpağı hansıdır, rüşeym tumurcuğu hansıdır, yəni şəkil kimi də imtahana baya-baya düşə bilir. Aha, burada tapşırıqlara da baxarsınız. Bir də burada bu tapşırığı gəl elə özümüz burada baxaq. Deməli, hissələrinə baxaq. Biz dedik ki, bayaq da sizə dedim ki, orta aşağı hissədən başlayaq. Bu aşağı hissə nədir? Rüşeym kökçüyüdür. Kök də aşağı hissədir. Orta hissə nə olacaq? Rüşeym gövdəci olacaq. Gövdə ortadır. İkinci hissə nə olacaq? Rüşeym tumurcuğu olacaq. Ən baş hissədir. Dördüncüsü nədir? Toxumun qabığıdır. Toxum qabığı. 5 nədir? 5-i endosperm. Çox vaxt uşaqlar qarışdırıb endosperm deyir. 5 endosperm ola bilməz. Söhbət hansı bitkidən gedir? Söhbət noxuddan gedir. Elə deyil. Noxud nədir? Noxud ikiləpəldir. Biz dedik ki, ikiləpəllərdə endosperm yoxdur. Elə deyil. Endosperm yoxdursa, yəni 5 necə endosperm deyə bilərsiniz ki? İstisna olanları bayaq dedik. Amma 5 noxud istisna bitki deyil axı. İkiləpəlidir və heç vaxt endosperm ola bilməz. Ona görə 5 nə olacaq? Ləpə yarpağı olacaqdır. Bu şəkildə testdə də düşə bilər, imtahana da düşə bilər. Ona görə də diqqətli olmaq vacibdir.
Son olaraq da meyvə. Deməli, meyvələrin quruluşu haqqında danışaq. Meyvə özü örtülü toxumluların, çiçəkli bitkilərin generativ orqanı olub, meyvəyanlığı və toxumdan ibarət olur. Meyvəyanlığı nədən yaranır? Deməli, yumurtalığın divarından meyvəyanlığı yaranır. Yumurtacığın divarından toxum qabığı yaranır. Yəni, yumurtalıqdan meyvəyanlığı, yumurtacıqdan toxum yaranır. Bunu yadınızda saxlayın. Ona görə də biz deyirik ki, nə qədər yumurtacıq varsa, o qədər də toxum vardır. Toxumu nədən qoruyur? Qurumaqdan qoruyur və toxumun yayılmasını təmin edir. Buna görə də bu bitkilər örtülü toxumlular adlanır. Ondan sonra yalançı meyvə anlayışı nədir? Bəzən meyvənin yaranmasında, axta meyvələr də deyirlər, bəzən meyvənin yaranmasında yumurtalıqla bərabər çiçəyin digər hissələri, məsələn, çiçək yatağı da iştirak edir. Bunlara yalançı meyvələr deyirlər. Burada şəkil göstərilibdir, çərdək meyvənin quruluşu göstərilibdir. Ümumiyyətcə, yəni ki, meyvə yanlığı 3 qatdan ibarətdir. Meyvəyanlığı deməli 3 hissədən ibarət olur. Meyvəyanlığının daxili daşlaşmış qatını görürük. Yəni xaricdən başlayaq. Burada bir şaftal meyvəsi göstərilibdir. Deməli, götürək. Meyvəyanlığının xarici qatı vardır, hansı ki o, yəni dərcik formasında olan. İkinci hissə meyvəyanlığının orta lətli qatıdır. Üçüncü hissə isə meyvəyanlığının daxili daşlaşmış qatıdır. Yəni bu hissə toxum deyil. Bu hissə də elə meyvəyanlığıdır. Toxum yəni bunun içərisindədir. Bu hissə deyil deyəndə sadəcə bu hissə, yəni bu ortada qalan hissə özək, yəni o toxumdur. Yəni biz şaftalının çəyirdəyini götürəndə əslində çəyirdək onun meyvəsidir. Toxumu o çəyirdəyin içərisində olan hissədir. Elə o çəyirdək özü də meyvəyanlığıdır. Sadəcə olaraq onun daxili daşlaşmış qatı hesab edilir. Aha, davam edək. Deməli, biz bayaq dedik ki, çiçək yatağı da iştirak edən meyvələr yalançı meyvələr idi. Yalançı meyvələr çələk, alma, armud, əzgil və bu kimi meyvələr yalançı meyvələrdir. Burada çələyin adı çəkilir. Baxın, dedik ki, deməli, o çələyin yediyimiz hissəsi var ya, yəni qırmızı hissəsi də o əslində çiçək yatağıdır. Çiçək yatağını yeyirik. Çiçək yatağı belə deyim də ətləşibdir və o formaya gəlibdir. Yəni, yalançı meyvədir axı. Onun çələyin üstündə sarı-sarı belə necə deyim meyvələr var ki, onlar da onun fındıq meyvələridir. Yəni biz fındıqça meyvə deyirik. Daha fındıq deyəndə fındıqça meyvələrdir. Ondan sonra meyvələrin təsnifatına gələk. Deməli, meyvələr meyvəyanlığına görə şirəli və quru meyvələrə ayrılır. Müxtəlif sayda toxum ola bilər. Əgər meyvədə bir toxum varsa, təbii bir toxumlu, çoxlu miqdarda toxum varsa, çox toxumlu meyvə adlanır. Şirəli meyvələr hansılardır? Şirəli meyvələrdə meyvəyanlığı təbii ki də şirəli olacaqdır. Bunlara məsəl üçün çəyirdək meyvə aiddir. Şirəli meyvəyanlığı və bərk çəyirdəyi olan meyvə çəyirdək meyvə adlanır. Daxili qatı daşlaşmış olur. Çəyirdəkdir də, yəni daxili qatı meyvəyanlığın daxili qatı çəyirdək formasında daş kimi. Çəyirdək meyvələr bir çəyirdəkli və çox çəyirdəkli olur. Bir çəyirdəkli meyvələrə ərik, şaftalı, albalı, gavalı, çox çəyirdəkli meyvələr isə moruq və böyürtgən bunlar ayırt edilir. Ondan sonra gilə meyvə. Meyvəyanlığı şirəli olub xaricdən nazik dəriciklə örtülür və meyvə içərisində adətən çoxlu toxum olur. Yəni gilə meyvələr çox toxumludur. Çəyirdək meyvələrdən də çox toxumlu olanlar, çoxlu çəyirdəyi olanlar elə nə olacaqdır? Moruqla böyürtgən olacaqdır. Gilə meyvələri də üzüm, pomidor, badımcan, biber, quş üzümü bu kimi meyvələr aiddir. Deməli, davam eləyək. Sonra quru, yəni bir toxumlu meyvələr. Bu meyvələrin toxum qabığı nazik olur, meyvəyanlığı toxum cücərərkən dağılır. Yəni sual oluna bilər ki, hansı meyvələr, yəni bir toxumlulardırmı, çox toxumlulardırmı? Meyvəyanlığı toxum cücərərkən dağılır. O anda bir toxumlu quru meyvələri götürmək lazımdır ki, bunlar da meyvəyanlığı toxum cücərən zaman dağılır. Hansılar aid oldu? Fındıq meyvə aid oldu. Məsələn, fındıq meyvə, meyvəyanlığı bərk və odunlaşmış olur. Toxumları sərbəst yerləşir, bunlara fındıq aiddir. Əslində fındığın o bərk qabığı var ki, o əslində onun meyvəsidir. Sadəcə yediyimiz, necə deyirlər, ləpəsi onun əslində toxumudur. Yəni o qabıq deyil, o daş kimi isə qabıq deyil, meyvə hesab edilir. Deməli, toxumça meyvə, Günəbaxan, Astra, Georgin, biz bilir ki, yəni mürəkkəb çiçəklər fəsləsinin nümayəndələri əsasən toxumça meyvədir. Günəbaxan, Astra, Georgin bunlarda rast gəlinir, meyvəsi qurudur. Meyvəyanlığı toxum qabığına, toxuma bitişmir. Daxili qatı dəricik formasındadır. Bu düşə bilər. Hansı soruşa bilər ki, yəni o dən meyvədədir. Yəni meyvəyanlığı toxuma bitişən meyvə hansıdır? Dən meyvə olacaqdır. Yəni toxumça meyvə ilə qarışdırmayın bunu.
Dən meyvə. Pərdə şəkilli meyvə yanlığı toxum qabığına bitişir. Dən meyvə buğda, arpa, qarğıdalı, yəni təbii ki də taxıllar fəsiləsinin nümayəndələrində rast gəlinir. Sonra fındıqça. Fındıq meyvəyə bənzəyir, lakin kiçik olması ilə fərqlənir. Çiyələk, qızıl, it burnu qaytarmada belə meyvələr olur. Bayaq da dedim ki, çiyələk necə meyvə idi? Yalançı meyvələrə aid olan meyvə idi. Ondan sonra keçək bu hissəyə. Deməli, çox toxumlu quru meyvələr. Meyvə yanlığı əksər hallarda açılandır. Onların toxumunda xarici təsirlərdən qorunmaq üçün qabıq qalın olur. Çox toxumlu quru meyvələrə paxla meyvə, buynuz meyvə, bir də qutucuq meyvə aiddir. Paxla meyvə necə olur? Deməli, meyvə yanlığı 2 dənə taycıqdan ibarətdir. Toxumları taycıqlardakı yuvalarda yerləşir. Bu sözə diqqətli yanaşın. Toxumları taycıqlardakı yuvalarda yerləşir. Çünki buynuz meyvə ilə qarşılaşdıranda fərqli cəhətlər soruşa bilər. Yəni, paxla meyvədə toxumlar taycıqdakı yuvada yerləşir. Buynuz meyvədə isə toxumlar ara kəsmə üzərində yerləşir. Paxla meyvə yetişdikcə həmin o taycıqlar quruyaraq burulur və toxumlarını tullayır, özləri tullayır. Və bunu yadınızda saxlayın ki, əslində kitabda yoxdur, amma yenə də yəni hər ehtimala qarşı yadınızda saxlayın ki, toxumlarını özləri tullayan meyvələr avtoxoriyalı meyvələr adlanır. Avtoxoriyalı meyvələr adlanır. Və elə paxla meyvə, buynuz meyvə, qutucuq meyvə, bunların hamısı toxumlarını özləri tullayan meyvələrdir. Avtoxoriyalı meyvələrdir. Paxla meyvələrə noxul, lobya, soya, akasiyanın meyvələri paxla meyvədir. Buynuz meyvə də 2 taycıqdan ibarətdir, amma yəni paxla meyvədən fərqli olaraq ara kəsmə üzərində yerləşdi. Kələm, turp, vəzərək, şalğam, yəni çox xaççəklər fəsiləsinin nümayəndələrində rast gəlinir. Qutucuq meyvəyə gəldikdə, toxumları yetişdikdən sonra qutucuq üzərində olan dəliklərdən və ya yarıqlardan tökülür, yəni özü atır. Qutucuq meyvələrə pambıq, lalə, tütün, bənövşə bu kimi bitkilərdə rast gəlinir. Ondan sonra deməli dedik ki, yəni bunlar da necə adlandı? Avtoxoriyalı bitkilər adlandı. Bunu yadınızda saxlayın. Bir şey soruşa bilər. Hansı bitkilər torpağa meyvə şəklində əkilir? Yadınızda saxlayın ki, bir toxumlu istəyir quru olsun, istəyir şirəli olsun. Yəni fərqi yoxdur. Meyvə şəklində əkilir. Bu nə deməkdir? Tutaq ki, şaftalı gözünüzü yeni qabağına gətirin. Şaftalını yeyib qutarandan sonra onun çəyirdəyi qalır da, elə deyil. Onun çəyirdəyi, mən bayaq da dedim ki, çəyirdəyi əslində meyvəsidir. Ona görə də deməli bir toxumludur da özü də. Çəyirdəyini əkirik, yəni meyvəsini əkirik həqiqətən də. Yəni ümid edirəm başa düşdünüz. Bir toxumlu bitkilər torpağa meyvə şəklində əkilir dedikdə nə nəzərdə tutulduğunu, yəni biz onun çəyirdəyini əkirik, yəni meyvəsini əkirik. Əslində çəyirdək onun meyvəsidir. Sadəcə olaraq meyvəsinin daş kimi olan hissəsidir də, yəni yumşaq hissəsi deyil. Onun içərisində olan toxumdur. Amma çox toxumlarda isə, çox toxumludursa, bu zaman toxum şəklində əkirik, yəni meyvə şəklində əkmirik. Bunu da yadınızda saxlayın ki, bir toxumlu bitkilərdə meyvə yanlığı toxum cücərdiyi zaman açılır. Çünki biz onun meyvəsini zaten əkirik, toxum cücərdiyi zaman açılır. Çox toxumlularda isə meyvə yanlığı quruduğu zaman açılır. Yəni çox toxumlularda məsəl üçün buynuz meyvə və yaxud da ki paxla meyvə. Bunlarda o 2 tacıq quruyanda lobya adi gözünüzün qabağına gətirin. Lobyanın qabığı, yəni daha doğrusu meyvə yanlığı quruyanda içindən tökülür də, elə deyil. Yəni ona görə deyirlər ki, quruduğu zaman açılır, amma bir toxumlarda isə toxum cücərdiyi zaman həmin o meyvə yanlığı dağılmalıdır ki, toxum inkişaf edə bilsin, cücərə bilsin. Ondan sonra burada tapşırıqlara baxarsınız. Başqa bir şey qaldı mı? Məncə yox, qalmadı. Sağ olun. Əgər bir şey başa düşmədinizsə, şərhlərdə yaza bilərsiniz. Mən izah eləyəcəm.